Salam əziz şagirdlər. Deməli 9-cu sinif buraxılış imtahanına düşə biləcək suallar silsiləsindən belə bir sualımız var. ABCD düzbucaqlısıdır. CM və NM parçaları burada bir-birinə perpendikulярdır. Gördüyümüz kimi C bucağında 30 dərəcə verir. CM-i 4 verir, B-ni isə kökdə 3 verir. Biz bilirik ki, bura 30 dərəcə olsa, bura 90 dərəcədir. Düzbucaqlı olduğu üçün onda bura olacaq 60 dərəcə. Düzbucaqlı üçbucaqda 30, 60, 90 qaydasına görə betonuz 30 dərəcə qarşısındakı katetdən 2 dəfə çoxdur. Onda 4 olsa MD parçası neçə olacaq? 2 olacaq. Buradan yola çıxsaq CD, yəni 60 dərəcə qarşısındakı katet isə 30 dərəcənin qarşısındakı katetdən 2 dəfə, kök altında 3 dəfə çoxdur. Onda bura olacaq 2 kökdə 3. BE-ni bizə veriblər kökdə 3. Cəmisi 2 kökdə 3'dür. Kökdə 3 isə burada qalacaq kökdə 3. Çünki cəm B-dən A-ya qədər ümumi məsafə 2 kökdə 3'dür. Bura 60-dırsa, bura 90-dırsa, bura yenə də 30 qalır. Çünki açıq bucaqdır, AMD açıq bucaqdır, cəmi 180 dərəcə olmalıdır. Bura 30-dursa, onda bura 60 dərəcə olacaq. Burada yenə eyni qaydanı tətbiq edəsək, 30-un qarşısındakı kökdə 3-dürsə, 60-ın qarşısındakı kökdə 3 vurulsun kökdə 3. Yəni kökdə 3 misli olmalıdır. Burada bərabər olacaq, deməli, 3-ə. AM bərabər oldu 3, MD-ni bərabər tapdıq 2. Onda bunların ikisinin cəmi AD-ni verəcək. AD də bərabər olacaq 5-ə. Bizdən AD-ni yox, BC-ni soruşur. Düzbucağının qarşı tərəfləri bir-birinə bərabər olduğu üçün onda BC də AD-yə bərabərdir, o da bərabərdir 5-ə olar.